Aksiya ətraf mühitin qorunmasına töhfə vermək, insanlarda ekoloji məsuliyyət hissini gücləndirmək məqsədi daşıyır. Biz ətraf mühitin qorunmasını və təmizliyini vacib bilirik və öz tələbə yoldaşlarımıza, gənc yoldaşlarımıza belə aksiyalara iştirak etməyə tövsiyə edirik. Nazirlik tərəfindən belə aksiyalar tez-tez keçirilir və biz də çalışırıq ki, əksəriyyətində iştirak edək. Məncə ekologiya könüllüsü olmaq təbiətə sevgidən irəli gəlir. Buna görə də digər gənclərimizə də məsləhət görürəm ki, belə aksiyalarda iştirak etsinlər, çünki təbiəti qorumaq hər birimizin borcudur. Biz burada tullantıları təmizlədik və çox maraqlı idi. Bu neçənci aksiyadır ki, artıq mən iştirak edirəm və hər kəsə də tövsiyə edirəm ki, təbiəti çirklətməsin, təbiəti qoruyaq. Naxçıvan Bütövskası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Naxçıvan şəhər İcra Hakimiyyətinin dəstəyi ilə növbəti dəfə təmizlik aksiyası həyata keçirildi. Təmizlik aksiyası Naxçıvan Sədrə avtomobil yolunun 6-cı kilometrində baş tutdu. Aksiyada Nazirliyin, tabeli qurumların, gənc könüllülərin iştirakı ilə həyata keçirildi. Pərvin Səfərzadə, Arzu Sadiqov, Sura Bəşirova, NTV Xəbər.